Salam əziz dostlar, hər birinizi salamlayıram. YouTube kanalıma xoş gəlmisiniz. Əgər yadınızdadırsa, bundan əvvəlki dərsdə biz sizlərlə şeyamut məşənitsoduna, yəni biliyini yoxla, buna başlamışdıq. Amma o dərsdə biz orada olan tapşırıqların bir hissəsini etmişdik. Bugün isə orada etmədiyimiz, yəni qalan tapşırıqları edəcəyik. Yəni həmən dərsin davamını edirik bugün. İndi bugünkü ilk tapşırığımızı siz hal-hazırda ekranda da görürsünüz və biz burada gəlin ilk öncə nimuşi, yəni nümunəyə baxaq. Sonra isə bu nümunəyə əsasən bu tapşırığı həll edək. Baxın, nümunədə yazılıb Stavlops, yəni oxuyur, öyrənir, təhsil alır deməkdir. Yoxmu? Stavlops üçüncü şəxsin təkindədir. Is Stavlops. Sonra isə qarşısına stavla yazılıb. Yəni həmin feilin məstər forması yazılıb. Saçqisi forma. Deməli biz burada feillərimizi oxuyuruq və qarşılarına məstər formalarını yazırıq. Məsələn, birincidə yazılıb ატარებს. Ატარებს nə deməkdir? Keçirir deməkdir. Yox, məsələn, qarq, dros, ატარებს. Yaxşı vaxt keçirir. ატარებს bu üçüncü şəxsin təkindədir, artıq hallanıb. Amma bu feilin məstər forması bu olur. Necə? Tareba, qatareba. Bax, belə olur. Qatareba feil önü ilə, tareba feil önü olmadan. Qatareba, tareba deyə bilərsiniz. İkincidə deyir itzqeps. İtzqeps, yəni başlayır. Başlamaq. İndi məstərdə necədir? Daçqeba. Daçqeba, yəni başlamaq. Bu artıq bunun məstəridir. Üçüncüdə naxulops. Naxulops nə deməkdir? Görür deməkdir. Bunun məstər forması nə olur? Naxva. Naxva, yəni görmək. Dördüncü, içnops. İçnops, tanıyır, tanıyır. Bunun məstəri isə olur qaçnoba ya da çnoba. Qaçnoba feil önü ilə, çnoba isə feil önüsüz. İçnops tanıyır deməkdir. Artıq hallanıb və indiki zamandadır. 5-də rçeba, yəni qalır. Məsələn, is natesavtan rçeba, o qohumunun yanında, yəni qohumugildə qalır. Bu feilin məstəri, yəni qalmaq, bu olur darçena. Yadınızda saxlayın, darçena, qalmaq. 6, qitxulops, oxuyur deməkdir. Bu qitxulops, məsələn, is cigns qitxulops, o kitab oxuyur. Oxumaq isə məstərdə olur qitxva. Qitxva, oxumaq. Sonra keçirik 7, tamaşops. Tamaşops, yəni oynayır. Magalitat is pexburts tamaşops, o futbol oynayır. Bu isə məstərdə olacaq tamaşi. Tamaşi olacaqdır. 8-də seyirnops. Seyirnops, yəni gəzir, dolaşır deməkdir bu. Bunun məstəri isə olur seyirnoba. Seyirnoba, yəni gəzmək, dolaşmaq. 9, muşaops. Muşaops, yəni işləyir. Magalitat is supermarketşi muşaops, o supermarketdə işləyir. Və məstərdə bu olur muşaoba. Muşaoba. Və sonuncu reqavs. Reqavs, yəni zəng edir. Magalitat is dedastan reqavs, o anasına zəng edir. Zəng etmək isə olacaqdı dareqva. Dareqva, zəng etmək. Bu ilk tapşırığımız idi. İndi isə keçirik digər tapşırığımıza. Burada nə baş verir dostlar? Gördüyünüz kimi ekranda indi siz hal-hazırda görürsünüz. Burada qrafalar verilibdir. Və birinciyə yazılıb axla, yəni indi, haradakı indiki zaman nəzərdə tutulur, yəni axlandeli dro. Sonra xval, sabah, yəni momavali dro, gələcək zamandır. Sonra isə quşi, yəni dünən, yəni arsuli dro, keçmiş zaman nəzərdə tutulur. Deməli biz burada gördüyünüz kimi hər birindən bir forma verilibdir. Ya indiki zaman forması verilib feilin, ya keçmiş, ya gələcək. Biz də digər formalarını doldurmağımız lazımdır. Məsələn, birinci ilə başlayaq. Axla bunun altında yazılıb muşaops, yəni işləyir. Bu indiki zamanda yox, muşaops. İndi xval, gələcək zamanda necə olur? İmuşavebs.
İmuşavebs, yəni işləyəcək. İmuşavebs. Keçmiş zamanda isə imuşava işlədi. İmuşava işlədi. İkincidə gələcək zaman forması verilib. Qayi seyirnebs, yəni gəzəcək, dolaşacaq. Qayi seyirnebs. Gəl ilk öncə indiki zamanı yazaq. Birincini dolduraq. Bu necə olur? Seyirnobs. Seyirnobs. Keçmiş zamanı isə qayi seyirna. Qayi seyirna, yəni gəzdi, dolaşdı. Qayi seyirna. Deməli olacaq seyirnobs, qayi seyirnebs, qayi seyirna. Üçüncüdə qadara, keçmiş zaman forması, quşin, orada keçmiş zaman forması verilib, qadara, keçirtdi. Qadara. İndiki zamanı yazaq, indiki zamanda bu olur aqarebs. Aqarebs. Gələcək zamanı isə qadarebs. Qadarebs olur. Dördüncüdə indiki zaman forması verilib, reqavs, zəng edir. Reqavs. Bunun gələcək zamanı olacaq. Dareqavs. Dareqavs, yəni zəng edəcək. Keçmiş zamanı isə dareqa. Dareqa, zəng etdi. 5-də daiçqeps, başlayacaq, gələcək zaman verilib. İndiki zamanda bu olur içqeps. İçqeps. Keçmiş zamanda isə daiçqo. Daiçqo, yəni başladı. 6 keçmiş zaman forması verilib darça. Darça qaldı. İndiki zamanda bu olur rçeba. Rçeba qalır. Gələcək zamanı darçeba. Darçeba qalacaq. Keçmiş zaman isə zaten verilib. Darça qaldı. 7 naxavs. Naxavs, yəni görəcək. İndiki zamanda bu olur naxulops. Naxulops. Gələcək zaman verilib. Naxavs. Keçmiş zaman isə olacaq naxa. Naxa, yəni gördü. Sonra 8-də gələcək zaman verilib mival. Bu birinci şəxsin təkindədir. Artıq fikir verin. Mival, yəni gedəcəm. Mən gedəcəm. İndiki zamanda bu olur mivdivar. Mivdivar, gedirəm. Gələcək verilib mival. Keçmiş isə olur mivedi. Mivedi, yəni getdim. 9 içqeps, yenə başlamaq feilidir bu da. İndiki zaman forması verilib. İçqeps başlayır. Gələcək olacaq daiçqeps. Daiçqeps. Keçmiş zaman isə daiçqo. Daiçqo, yəni başladı. 10 ikneba olacaq. İkneba. Gələcək zaman forması verilib. İndiki zaman bu olur aris. Aris. İndiki zamanda. Gələcək ikneba. Keçmiş isə iqo. İqo. Bu qopna feilinin hallanmasıdır. Üçüncü şəxsin təkində. İndiki zaman aris. Gələcək zaman ikneba. Keçmiş zaman iqo.